Azərbaycan Milli Elmlər Akademiyasının Riyasət Heyətinin növbəti iclası keçirilib. İclasa giriş sözü ilə akademik İsa Həbib bəy açaraq tədbirin gündəliyi barədə məlumat verib. İclasda müzakirə çıxarılan ilk məsələ 2025-ci il üçün AMİAda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiq olunması haqqında olub. Riyasət Heyətinin qərarı ilə 2025-ci il üçün Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib. İclasda həmçinin AMİAnın 80 illik yubiley tədbirləri çərçivəsində elan olunmuş humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları mövzusunda gənc tədqiqatçıların müsabiqəsinin nəticələri elan edilib. Sonra Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri nəticələri təqdim edib. Riyasət Heyətinin qərarı ilə müsabiqə qalibləri pul mükafatı və diplomla təltif ediliblər. Tədbirdə o cümlədən AMİAnın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin yaradılması haqqında qərar qəbul olunub. Həmçinin AMİAnın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi haqqında qərar qəbul edilib. Riyasət Heyətinin iclasında o cümlədən gündəlikdə nəzərdə tutulan bir sıra digər məsələlərə də baxılıb. İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Hikmət Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.